Özünə inamı artırmaq. Bu sadəcə bir arzu deyil, anlayışdan fəaliyyətə keçməklə mümkün olan bir prosesdir. Gəlin birlikdə Peter English'in təcrübəsi əsasında özünə inamın sirlərini açaq və onu həyatımızda necə möhkəmləndirə biləcəyimizi öyrənək. Yaxşı, gəlin bu rəqəmlə başlayaq. 10.000. Təsəvvür edin, müəllif Peter English 1997-ci ildən bəri 10.000 fərqli insanla işləyib. Bu sadəcə bir statistika deyil, bu insan təbiəti haqqında toplanmış nəhəng bir təcrübə deməkdir. Bəs bu 10.000 insandan neçəsinin özünə inamla bağlı problemi olub? Cavab, açığı heyrətləndiricidir. Demək olar ki, hamısının. Bu nə deməkdir? O deməkdir ki, əgər siz də bəzən özünüzə şübhə ilə yanaşırsınızsa, bilin ki, tək deyilsiniz. Bu, çoxumuzun üzləşdiyi bir məsələdir. Gəlin görək, bugünkü söhbətimizdə bizim nələr gözləyir. Əvvəlcə problemin kökünə inəcəyik, sonra zehniyyətin, yəni düşüncə tərzimizin rolundan danışacağıq. Praktik strategiyaları, ətrafımızdakı insanların təsirini və nəhayət, kiçik addımların əslində necə böyük gücə malik olduğunu kəşf edəcəyik. Deməli, ilk bölümümüz özünə inam problemi. Bu, hamımıza tanış bir hissdir, deyilmi? Məsələn, vacib bir iş müsahibəsinə gedirsiniz və ya çətin bir söhbətə hazırlaşırsınız, birdən beyninizdəki o səs pıçıldayır. Bacarmayacaqsan. Bax, bu, özünə inam əskitliyinin ən klassik nümunəsidir. İndi isə gəlin məsələnin əsl kökünə, yəni zehniyyətə keçək. Çünki məlum olur ki, özünə inam bizim anadan gəlmə, dəyişməz bir xüsusiyyətimiz deyilmiş. Hər şey bizim dünyaya və özümüzə baxış tərzimizlə, yəni zehniyyətimizlə başlayır. Professor Carol Dweck'in araşdırması bizə iki fərqli düşüncə tərzi olduğunu göstərir. Birincisi, sabit zehniyyət. Bu insanlar düşünür ki, zəka və istedad ya var, ya da yoxdur. Ona görə də səhv etməkdən qorxurlar və çətinliklərdən qaçırlar. Digər tərəfdə isə inkişaf zehniyyəti var. Bu insanlar inanır ki, səy göstərməklə, zəhmət çəkməklə hər bir bacarığı inkişaf etdirmək olar. Onlar üçün çətinliklər qorxulu deyil, əksinə böyümək üçün bir fürsətdir. Gəlin sizə bir hekayə danışım. Druvun hekayəsini. Druv çox istedadlı bir həkim assistenti idi və uşaqlıqdan bəri hamı onu zəkasına görə tərifləyirdi. Beləcə beynində bir inanc formalaşmışdı. Mənim dəyərim ağıllı olmağımdadır. Bir gün hər şey dəyişir. Druv iş yoldaşlarının yanında rəhbər həkimə bir sual verir. Aldığı cavabsa bir şillə kimi olur. Sualın səthi və yersizdir. Təsəvvür edin, onun ağıllı olması ilə bağlı bütün inancı bir anda sarsılır. Nəticə nə oldu? Druv özünü o qədər alçalmış hiss etdi ki, bir daha axmaq görünməmək üçün sual verməməyə qərar verdi. Yəni, o, öz ağıllı imicini qorumaq üçün öyrənməkdən imtina etdi. Bax, sabit zehniyyətin təhlükəsi budur. İnsanı inkişafdan saxlayır. Yaxşı, problemi və onun kökündə dayanan zehniyyəti anladıq. Bəs indi nə etməli? İndi ən vacib hissə gəlir. Yəni, konkret addımlar atmaq, hərəkətə keçmək. Gəlin görək, hansı strategiyalar bizə kömək edə bilər. İlk strategiyamızın adı pilləli məruz qalmadır. Yəni, ən böyük qorxunuzu kiçik, həzm edilə bilən addımlara bölmək. Məsələn, Nadine adlı bir xanım üçün böyük bir konferansa tək getmək pilləyə kabus kimi bir şey idi. Amma o, işə ən asan addımla başladı. Pillə A, konferansa bir həmkarı ilə getmək. Sonra bəlkə də pillə C, sadəcə 3 yeni insana yaxınlaşıb salam vermək. Hər belə kiçik qələbə onun inamını artırdı və növbəti addımı atmağı asanlaşdırdı. Bu isə çox praktik bir alətdir, məsuliyyət diaqramı. Bir işiniz alınmayanda bütün günahı öz üzərinizə götürməyə tələsməyin. Bir dairə çəkin və onu 3 hissəyə bölün. Nə qədəri sizin səhviniz idi, nə qədəri başqalarından asılı idi və nə qədəri sadəcə vəziyyətdən, yəni heç kimin günahı olmayan amillərdən qaynaqlanırdı. Bu, hadisələrə daha obyektiv baxmağa kömək edir. Təbii ki, hər şey təkcə bizdən asılı deyil. Ətrafımızdakı insanların da özünə inamımıza təsiri, hətta deyərdim ki, çox böyükdür. Gəlin biraz da dəstək sistemimizdən danışaq. Bu, çox sadə, amma bir o qədər də güclü bir bənzətmədir. Həyatınızdakı insanlar ya radiator kimidir, ya da drenaj. Radiatorlar sizə istilik verir, enerji verir, sizi ruhlandırır, pisləşəndə əhvalınızı qaldırır. Drenajlar isə onlar sadəcə enerjinizi və özünə inamınızı sovurub aparır. İndi bir düşünün, siz daha çox kiminlə vaxt keçirirsiniz? Bax, bu dəstək xəritəsini çəkməklə münasibətlərinizi daha aydın görə bilərsiniz. Kimə nə qədər dəstək verirsiniz və onlardan nə qədər dəstək alırsınız. Bu oxların istiqaməti çox şey deyir.
Bəlkə də görəcəksiniz ki, bəzi münasibətlər bir tərəflidir və sizin enerjinizi bir drenaj kimi çəkir. Bu, tarazlığı yenidən qurmaq üçün ilk addımdır. Və beləliklə gəldik çıxdıq yekuna. Əgər bu söhbətdən bircə fikir yadınızda qalacaqsa, qoy bu olsun. Böyük dəyişikliklər bir anda, sehirli şəkildə baş vermir. Hər şey kiçik, amma davamlı addımlarla başlayır. Gəlin Klara ilə tanış olaq. Bəlkə də onun vəziyyəti çoxumuza tanış gələcək. O, sevmədiyi bir işdə ilişib qalmışdı, artıq çəkidən əziyyət çəkirdi və yaşadığı mənzili bəyənmirdim. Qısası, özünü tamamilə dalana dirənmiş hiss edirdim. Bəs onun bu böyük dəyişimi hardan başladı, bilirsiniz? Yeni bir iş tapmaqdan? Xeyr. Hər şey inanılmaz dərəcədə kiçik, bəlkə də əhəmiyyətsiz görünən bir addımla başladı. Yataq otağını yenidən dekorasiya etməklə. Nəzarət edə bildiyi kiçik bir sahədə dəyişiklik etmək ona böyük bir təkan verdi. Bax, bu zaman xəttində hər şey aydın görünür. Birinci ay yataq otağı. Bu kiçik qələbə ona ilham verdi. Üçüncü ay qarderobunu yenilədi. Bu dəyişiklik onu daha yaxşı hiss etdirdi. Və dördüncü ay o artıq sağlam qidalanmağa və zumbaya başlamışdı. Hər addım digərini gücləndirdi və nəhayət 10 ay sonra hətta 5 işdən rədd cavab almasına baxmayaraq özünə inamı o qədər artmışdı ki, arzuladığı işi tapdı. Bütün bu hekayələrdən və strategiyalardan sonra indi söz sizdədir. Klara kimi sizin də böyük dəyişiklikləriniz kiçik bir addımla başlaya bilər. Odur ki, bir anlıq düşünün. Özünə inamınızı artırmaq yolunda bugün elə indi atacağınız o ilk balaca addım nə olacaq?